Salam dostlar. Yaşlı xanım xəstə bağırsaq keçməməzliyi ilə müraciət edib qarnında kəskin ağrılar və qarnı açmışıq. Yaxın gəl. Qarnı açmışıq. Şişin perforasiya olunduğunu görürsünüz. Görürsünüz buradan bağırsaq perforasiyonluq və bastıqda irin gəlir. Tut ver mənə. Bastıqda irin gəlir, görürsünüz irin axır buradan. Bu şiş buradadır, kütlə buraları tamamen özünə cəlb edib. Və indi bu şişi çıxardıb kolostoma çıxartmaq məcburiyyətində qalacaq. Kolon şişi, görürsünüz. Artıq bağırsaq buradan partlayıb, deşilib. Şiş bu formada oturmuşdu çanaq dibində. Bu vəziyyətdə belədir. Bağırsaq bu formada gəlir. Belə. Bu sigmoid hissədir, bu rektum hissədir. Rektosigmoid nahiyənin şişidir. Və şişin perforasiyasını görürsünüz. Perforasiyan dəlikdir, tam parçalanıb və buradan artıq bağırsağımı belə qəbul etmir. Keçid yoxdur. Xəstədə kəskin ağrı olduğu üçün xəstə həkimə müraciət edib və əməliyyat elədik. Xəstəni inşallah həyatını görürsünüz. Burada infiltrasiyadan dolayı burada perforasiya var, burada şiş toxması demək olar ki yoxdur. Sadəcə bura infiltrativdir, belə üzərinə qapanmışdır və perforativ dəlikdən proksimala doğru artıq şişdir. Bu toxma artıq şişdir və bağırsaq mənfəzini tamamilə görürsünüz, tamamilə qapatmışdır. Keçid demək olar yoxdur. Kolonoskop keçə bilməmişdi. Görürsünüz. Bax bu şiş toxmasıdır. Gördünüz mü? Tamamilə bax buradan görürsünüz. Heç yarım santimetrlik bir keçid buraxıb. Bax bu keçiddən buradan belə bu qədərlik bir keçid var. Hər tərəf görürsünüz şişlə bu qapananda tamamilə sıxılır. Yalnız bu hissədən bu 1-2 millimetr diametrdə keçid qalmışdı. Video görüntüsündən, əməliyyat görüntüsündən görürsünüz ki, xanım xəstə idi. 64 yaş. 64 yaş. Bir neçə aydır özündə narahatçılıqları var. Övladlarının təkidinə baxmayaraq, həkimdən qorxaraq, həkimə müraciət etməmişdi. Son halda artıq ağrıları dözülməz xarakter aldığı üçün nəhayətdə razılaşıb həkimə getmişdi və nəticədə bizim əməliyyat görüntülərimizdən nə elədiyimizi görürsünüz və xəstənin də nələr çəkdiyini hər halda təsəvvür edirsiniz ki, nələr çəkibdir. Ona görə bu günləri həmin xəstənin öz dilindən nələr çəkdiyini sizlərə xahiş edib bildirsin və əgər sizdə və yaxud yaxınlarınızda buna bənzər bir şikayətlər olarsa, xəstəliyin ağırlaşmasını gözləmədən zamanında həkimə müraciət etmək lazımdır. Əgər bu xanım xəstə bizə daha öncələr müraciət etmiş olsaydı, bu günləri qoyduğumuz kolostomanı qoymayacaqdıq. Bu kolostomanın yerinə anastomoz qoyaraq bağırsaq keçidini tam bərpa etmiş olacaqdıq. Ona görə hər bir xəstəliyin ilkin mərhələsində müraciət etmək xəstənin xeyrinədir. Həmçinin həkimin də xeyrinədir ki, həkim daha uğurlu bir əməliyyat etmiş olur. İndi sizə Solmaz xanımı təqdim edirəm. Solmaz xanım öz dilindən desin nələr çəkdiyini. Öz dilimdən indiyə kimi bilmirdim, 5 aydır. Çölə çıxanda çətin çıxırdım, sancılanırdım, 2 qat qalırdım, yıxılırdım, uşumu itirirdim. Bax bu vəziyyətdəydi, qorxumdan doktora gəlmirdim. Xahiş edirəm, kimin hələ hərəkəti varsa, qorxmasın doktordan. Sağ olun. Ayrı nə deyim, həkim qadın. Nə bildin onu dedim. Allah sizi də var eləsin, nə bilim. Keçmiş olsun.